Əzizlərim, sizinlə həmsöhbət Kəlbəcər rayon Günəşli kənd sakini Qismət Çərkəzov Səfəroğludur. Aylarımızın sultanı olan Ramazan ayı münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı, xoş günlər arzulayıram. Bu mübarək ayda şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə uzun ömür, can sağlığı arzulayıram. Və torpaqlarımız uğrunda vuruşan ordumuza, Ali Baş Komandanımıza Allahdan uzun ömür, can sağlığı, xoş günlər arzulayıram. Əzizlərim, ordumuzun fədakarlığı və şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Həmd olsun Rabbimizə. Əzizlərim, mən sizə Kəlbəcər rayon Laçın kənd sakini Vaqif Əsədov Əlioğlu haqqında bir balaca söhbət eləmək istəyirəm. Vaqif yaş cəhətdən bir balaca məndən böyükdür. Buna baxmayaraq onun cavanlığı, gəncliyi mənim gözüm önündə olubdur. Laçın kəndi ilə bizim Günəşli kəndimiz qarşı-qarşıyadır. Laçın dağının qoynunda Laçın kəndi, bizim dağın qoynunda isə Günəşli kəndi yerləşir. Vaqifin cavan vaxtından olan qoçaqlığını nəzərə alıb, onun haqqında mən bir balaca söhbət eləmək istəyirəm. Vaqif Kəlbəcər rayonunun Zülfüqarlı kəndində elektrik şəbəkəsində, elektrik vəzifəsində çalışıbdır. Əzizlərim, o vaxtlar Kəlbəcərə elektrik xətti Ağdamdan, Laçın dağından gəlib aşırdı Zülfüqarlıya elektrik şəbəkəsinə və oradan da rayon üzrə paylanırdı. Ağdamdan gələn elektrik xətti 110 minlik elektrik xətti idi və Vaqif 110 xəttində çalışırdı. Elektrik xətti dağlardan aşdığı üçün qış vaxtlarında avariya olanda, xəttdə nəysə nasazlıq olanda onlar o dağı, qarlı dağları aşırdılar, piyada aşıb gedirdilər və şalbana qoxdu deyilən şey var. Onunla o marozlu günlərdə qalxırdılar şalbana və nasazlığı aradan qaldırırdılar. Vaqif həm də gözəl ovçu idi. Elə bir ovçu ki, ovun tükün aralayıb, tükün arasına atan idi. Vaqifin həm də gözəl səsi var idi. O dağlarda oxuyanda quşlar qanad saxlayırdı. Rayonumuzda, kəndlərimizdə, toylarda, şənliklərdə Vaqiflə Vaqifin kiçik qardaşı Akif yaxşı saz çalırdı. Onlar gözəl məclislər aparırdılar, gözəl oxuyurdular. Akif saz çalırdı, ancaq Vaqif saz çala bilmirdi. O hərdən şənlik yaratmaq üçün maşanı basıb sinəsinə oxuyurdu. Kəlbəcərin beləcə gözəl günləri var idi. Çox təəssüflər olsun ki, o şənliklərimiz, o gözəl yaşayışlarımız əlimizdən çıxdı. Əksər insanlarımız torpaq həsrəti ilə, qaşqınlıq dərdi ilə həyatlarını dəyişdilər. Və çox təəssüflər olsun ki, Vaqif də hal-hazırda yer xəstəsidir, yorğan döşək xəstəsidir. Elə buna görə onun haqqında danışmaq mənim üçün çox çətindir və çox da həyəcanlanıram. Allahdan onun qardaşı Akifə rəhmət diləyirəm və Vaqifə isə Rabbimizdən şəfa diləyirəm. Allah onun yastığını yüngül eləsin, Allahımız ona şəfa versin, inşallah. Əzizlərim, Kəlbəcərin bir Vaqif yox, əksər insanları ovçular idilər.
Çox təəssüflər olsun ki, ermənilər başımızın üstünü kəsdiyi vaxtı televizorda barbar bağırdı ki, cəmaatın ov tüfəngləri yığılsın. Bu gülməli çıxmırmı? Bax, cəmaatımız belə əli yalın, ayağı yalın, bax beləcə köşkün oldu, qaşqın oldu. Əzizlərim, Vaqif portal məsələsinə görə çox küskün oldu. Hətta Kəlbəcərdən Kəlbəcər suyu gətirdilər ona, o sudan o dilinə vurmadı. İndi də həmən sudan gətirsən yenə də içəsidir. Ona çox ağır gəlirdi ki, turistlər getsin, hər kəs getsin ora. Mən kiminsə vasitəsilə, kiməsə xahişlə öz kəndimə, kəsayımə gedim. Bu ona çox ağır gəldi. Get-gedə ölən insanlarımızın sayı artır. Biz balaca dərd çəkmədik. Biz balaca haqq hesab, balaca hadisədəyik bu. Hələ də bizi pərt eləyən məsələlər çoxdur. Bu Ramazan ayına görə bu haqda mən danışmaq istəmirəm. Allah taladan arzu eləyirəm. O yuxarıda oturanlarımızın ürəyinə xov salsın, bu cəmaatı, bu xalqı nəzərə alsın və bu portal məsələsini həll eləsinlər ki, insanlarımız Dədə-baba yurduna asanlıqla getsinlər, ziyarət eləsinlər. Həyat mürəkkəbdir, ölüm qaşla gözün arasındadır, bilmək olmur. Əzizlərim, mən Vaqifə görə çox həyəcanlıyam, çox danışa bilmirəm. Sağ olun, sağlıqla qalın. Rabbimiz özü bizə yardımcı olsun. Rabbimiz özü qənədini çəksin bizim millətimizin başının üzərinə. Əlim çatmır əlinə, sorağına qurban olum dağlarım. Çingılına, qayasına, daşına, torpağına qurban olum dağlarım. Görən bizdə qaydar mı o çağlar? Çeşmə üstə satılar mı ocaqlar? Görkəndə mən susaram o çağlar. Qulağına qurban olun dağlarım. Göz güzeh kəmər olub belinə. İnci düzük çiçəyinə, gülünə. Leysan yağıb sığal çəkib belinə. Darağına qurban olun dağlarım. Əhlər söylədim qayasına, daşına. Qulaq dedim, gözlərinin yaşına, əgər əlim yetişməsə başına, ayağına qurban olun dağlar. Oyan, ovçu, nə yatıbsan? Ovun gəlsə, gülər, keçər. Bircə anlıq baş qaldırsan, sürəkçini basar, keçər. Bircə anlıq baş qaldırsan, sürəkçini basar, keçər. Laçın qaya, oylağı bol, ovçu Vaqif, Vaqifun ol. İncisən də barışdı yol, inciməsən itər, keçər. İncisən də barışdı yol, inciməsən itər, keçər. Akif gəlsə, belə görsə, inciyəcək ovu keçsə. Xatirələr bircə-bircə, bax beləcə ötər, keçər. Xatirələr bircə-bircə, bax beləcə ötər, keçər. Kəlbəcərdən gələn sudan bircə damcı içməmisən. Portaldanmı incimisən? Bu da bir dərd yaxar, keçər. Portaldanmı incimisən? Bu da bir dərd yaxar, keçər. Uşaqmısan at beşiyi, at yorğanı, at döşəyi. Tanrıdan sən köməyi, inşallah keçər, keçər. Tanrıdan sən köməyi, inşallah keçər, keçər. Gülsəm də mən dərd əhliyəm,
qismət demə biləcəyəm. Baxan deyər kef əhliyəm, bu kef məni yıxar keçər. Baxan deyər kef əhliyəm, bu kef məni yıxar keçər. Əzəməti duymaz, vüqarı bilməz. Nə qiymət verər ki naşı dağlara? Mən ona məzlunam, o mənə leyli qonuqdur könlümün quşu dağlara. Mən olsam yanında 100 həmdəmin də, çıxsam axırına dərdin, qəmin də, bircə gün ayrılsam vüsal dəmində, tökülər gözümün yaşı dağlara. Bahar necə keçdi, yay necə keçdi, qıvrıldı, dolandı, çay necə keçdi, bilmədi gün necə, ay necə keçdi, qarışdı bəhmənin başı dağlara.